Anarın təxmini və Zaur və ya 5 mərtəbəli evin 6-cı mərtəbəsi əsərində iki fərqli dünyaya məxsus insanın sevgi münasibətləri fonunda Azərbaycan cəmiyyətindəki sosial və ailə dəyərləri tənqid edilir. Zaur orta təbəqədən olan mühafizəkar düşüncəli bir gəncdir. Təxminə isə daha sərbəst, müasir düşüncəli, öz ayaqları üzərində dayana bilən müstəqil qadındır. Onlar bir-birlərinə aşiq olurlar. Lakin sevgi münasibətləri cəmiyyətin, ailənin və stereotiplərin təzyiqi altında ciddi sınaqlarla qarşılaşır. Zaurun ailəsi, xüsusən anası, təxminəni qəbul etmir. Onlar üçün təxminənin yaşca böyük olması, boşanmış olması və sərbəst düşüncəli qadın obrazı qəbul edilməzdir. Ailə təzyiqləri qarşısında Zaur zəiflik göstərir və təxminədən uzaqlaşır. O, ailəsinin razı olduğu başqa bir qızla evlənir. Təxminə isə bu xəyanəti ağır qəbul edir. Sevginin xəyanətlə bitməsi və cəmiyyətin sərt münasibəti onu psixoloji cəhətdən tükəndirir. Axırda təxminə intihar edir. Zaur isə həyatının sonunadək təxminənin itkisinin ağrısını və vicdan əzabını daşıyır. Əsər cəmiyyətin fərdi seçimlər üzərindəki zərərli təsirini göstərir. Anar burada fərdi azadlıqla cəmiyyətin və ailənin baskısı arasındakı toqquşmanı təsvir edir. Əsərdə bir tərəfdən cəmiyyətin konservativ baxışları, digər tərəfdən isə fərdin xoşbəxtlik uğrunda apardığı mübarizə əks olunur. Anar göstərir ki, insan öz duyğularına, sevgisinə sadiq qala bilmədikdə həm özünü, həm də qarşısındakı insanı məhv edə bilər. Əsər həm də qadın azadlığını, qadınların cəmiyyətdəki yerini və qarşılaşdığı çətinlikləri gündəmə gətirir. Təxmini obrazı cəsur, azad qadının faciəsini simvollaşdırır.